Paşinyan Sarkisyanı dama basmaq istəyir. Cinayət işi açıldı. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı qanunsuz torpaq satışı ilə bağlı yeni ittiham irəli sürülüb. Report xəbər verir ki, bu barədə Hraparak qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə torpağın əsas alıcısı Çin səfirliyi olub. Sövdələşmə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bugün həmin ərazidə Çinin diplomatik nümayəndəliyi yerləşir. Bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər. Çünki indi rəsmi Pekin səs-küylü cinayət işinə cəlb olunmuş vəziyyətdədir. Ermənistanın 3-cü prezidenti İrəvanda Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı üzrə iş çərçivəsində küllü miqdarda mənimsəmədə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Lakin nəşr qeyd edir ki, əslində bu torpaqlar panteondan kifayət qədər uzaqda yerləşir və onun adı çox güman ki, ictimaiyyətdə mənfi rəy yaratmaq üçün istifadə olunur.